Bir türk araşdırmacı əsəblə, öfkə ilə bağlı çox gözəl bir izahat verir. Mən onu sizlərlə bölüşmək istəyirəm. Deyir ki, bax, dində, İslamda hədislər var. Əsəbləşəndə, öfkələnəndə onu bastırmaq lazımdır, onu çölə çıxartmaq olmaz. Amma həkimə gedirsən, tibb elminə müraciət eləyirsən, həkimlər deyir ki, yox, onu bastırmaq olmaz, qəti surətdə o əsəbi, o hissi udmaq mütləq bir xəstəliyə çevrilir. Deyir, bəs bunu necə, bunun qaydası nədə əslində, düzgün qaydası? Deyir, mən onu yenə də öz müşahidələrimdə bunu anladım ki, içəri bastırılan əsəb, stres həqiqətən də insana bir ziyan verir, bu olmaz, bu düz yol deyil. Bəs çölə necə çıxartmaq, psixologiya, tibb elminin dediyi, onda da mütləq, yəni kiməsə, qarşı tərəfə bir ziyan vurmuş olursan. Yəni əsəbləşirsən və o əsəbi çölə ifadə eləyəndə kiməsə ziyan vurursan, mütləq. Kimisə xətrinə dəyə bilərsən, içəri özvə ziyan edirsən. Bəs yaxşı, düzgün yol nədir? Deyir, əslində düzgün yol, bax bunu insan, mən də bunu müşahidə eləmişəm, o əsəbləşəndə, öfkələnəndə mütləq dayanıb özünə sual verə bilməkdir. Onu, o öfkənin, o əsəbin altında yatan duyğunu üzə çıxartmaq lazımdır. Bu, haradasa bir qırılqanlıq ola bilər, haradasa bir yerdə bəyənilməmək ola bilər, haradasa bir yerdə sənin bir aşağılanmağın ola bilər, bir sözünün kəsilməyi ola bilər, səni haradasa belə deyək də bir qırıblar, haradasa sən haqsızlığa uğramısan və bu onun altında yatan duyğu odur. Sən o sual verəndə dayanıb müşahidəçi olaraq o əsəbə, o öfkəyə sual verəndə mütləq onun altında yatan duyğu üzə çıxır və məlum olur ki, mən niyə əsəbiyəm? Bu əsəbin səbəbi nədir? Bu hirsin, bu öfkənin səbəbi nədir? Və bir gün bax o sualı verirsən və gözləyirsən. İnanın ki, birdən qəribə bir his gəlir, adam dərindən bir köks ötür və baxırsan ki, sən nə vaxtsa hardasa həqiqəti demək istəmirsən, bir söz düz fikir demək istəmirsən, nəsə və sən orada qırıblar, qəlbivə dəyiblər, aşağılayıblar və bu boğulub içində qalıb və bu əslində bugün hissləndiyin bu şəxs, hansı ki ona tökmək istədiyin acığı o deyilmiş. O deyilmiş, səbəb başqaymış və o fikri yazanda, bax sualı daha çox yazanda, məsələn, filan kəs mənə orada nəsə dedi canlı yayımda və mən ona hissləndim içimdə. O duyğunun altında yatan əsl səbəb nə idi? Yazırsan sualı və gözləyirsən. Diqqət edirsən, gəlib keçən axan düşüncələrə. Deyirdim, ayda, filan vaxtı mənə filan kəs bunu demişdi, filan yerdə qəlbimi qırmışdı. O imiş. Sonra onu yazırsan ki, o qırılqanlığı mən indi öz gücümə, enerjimə çevirirəm. Və salam. Dərindən bir nəfəs alırsan və onu çevirirsən öz gücünə. Çünki sən varsan, ayaqdasan və sən insanların qiymətinə görə, verdiyi dəyərə görə dəyər qazanmırsan. Sən özünə verdiyin dəyərlə formalaşırsan. Sən özünü tanıyırsansa, kimsə səni tanımağına əslə ehtiyac yoxdur. Özünlə, mənfi və müsbətlərinlə birləşmisənsə, işıq olub yana bilirsən artıq. Və bu dünyada inan ki, tək də yaşaya biləcəyin qədər xoşbəxtsən. Ona görə də bax, o öfkənin əsəbi nə bastırmaq olmaz, nə çölə vurmaq olmaz. Ən yaxşısı onun altında yatan duyğunu tanımaqdır. Belə, uğurlar.